Salamlar, hər birinizi xoş gördük. Bu videomuzda 9 Mart tarixində düşən 11-ci siniflərin buraxılış imtahanına 2-ci zona riyaziyyat fənnindən testlərin sürətli şəkildə izahlarını verəcəm. Birinci növbədə 61 nömrəli misalımız çoxluqlara aiddir. B variantında olan suallardır bunlar. Kəsişməsi boş olmayan A və B çoxluqları üçün NA çıx B 6, B fərqlidir A4, A birləşik B-nin ən kiçik qiymətini hesablayın deyir. Burada A və B çoxluqları olaraq qeyd eləsək, Venn diaqramı vasitəsilə A fərqlidir B 6 element var, B fərqlidir A 4 element var. Kəsişməsi boş olmayan dediyinə görə heç olmasa bir element yazmalı, heç olmasa bir dənə yazmalıyıq. N A birləşik B soruşduğuna görə 6 üstəgəl 1 üstəgəl 4, 6 4 10, bu da 11-ə bərabərdir. 11 cavabımız var. Ən kiçik qiymətini soruşur. Heç olmasa bir dənə element yazmalıyıq. Kəsişməsi boş deyil deyir ona görə. Növbəti 62 nömrəli misalımız 25 çıxılsın 5A. Ortaq qrup 25 və 5-dən 5 çıxır. 5 çıxılsın A olaraq qalır içəridə. Növbəti 63 nömrəli misalımız cədvəl verilibdir. Cədvəldə ədədlərin hansı hissəsi irrasionaldır deyir. Pi ədədi, Y ədədi, Fi ədədi. Bunlar irrasional ədədlərdir və kökdən çıxmayan ədədlər. Kökdən çıxanlar irrasional deyil. Pi, kök 3, mənfi kök 2, 3 kök 5. 4'ü irrasional. 10'dan 4'e. O da beraber 0,4'e. Növbəti misalımız 64 nömrəli kvadrat köklərə aiddir. Kök altında 11 çıxılsın. Kök altında 21 vurulsun. Kök altında 11 üstəgəl. Kök altında 21. Eyni kökün içərisindədir bunlar. Bərabərdir. Biz bunun həllini eyni kökə yığırıq. 11 çıxılsın kök 21. 11 üstəgəl kök 21. Burada biz artıq kvadratlar fərqinin açılışını görürük. Ve bu da bərabərdir 11'in kvadrat çıxılsın kök 21'in kvadratına. Bu da nəyə bərabərdir? 11'in kvadratı 121, kök 21'dən 21 çıxır. Çıx 21, 121'dən 21 çıxanda kök altında 100 oldu. 100'dən də cavab çıxdı 10. Növbəti misalımız faizə aiddir. Şəkər çuğundurundan onun kütləsinin 20% qədər şəkər alınır. 80 tondan nə qədər şəkər alınır? 80 tonun 20%'ini tapırıq və salam. 80'i 20'ye vurup 100%'e bölürük. Sıfırlar iktisar gedir. 8 vur 2. 16'ya bərabərdir. 66 nömrəli misalımız. Y-in hansı qiyməti nə? Y çıx 2 virgül modulda 3 çıx Y nöqtə virgül 6 çıx Y. Deyir ki, Y-in hansı qiyməti nə? Ədədi silsə əmələ gətirər. Mən bunun həllini müxtəlif suallarda göstərmişəm başqa videolarda. Burada sadəcə o belə qeyd etmək istəyirəm. Sadəcə qiymət yazın. Məsələn 1 yazın. 1 çıx 2 mənfi 1'ə bərabərdir. 3 çıx 1 2'ye bərabər. Modul 2'dən 2 çıxır. 6 çıx 1 5'e bərabərdir. Aralarında fərq 3'dür. Silsilə fərqi ödədi. Yəni 3 3 artır. Onda D bərabərdir 3'ə. Bu ödədi. Cavablara baxırıq. 1 olan var mı? Var. 2 variant var. Biri 1 mənfi 1 mənfi 1 yazsaq ödəmir. Və 5 olan 5 çıx 2 3'ə bərabərdir. 3 çıx 5 mənfi 2 mənfi 2'dən də 2 çıxır. Və 6 çıx 5 1'ə bərabər. 3 2 1 silsilə fərqi mənfi 1 olur. 1 azalıbdır. Bu da ödədi. 1 və 5 cavabları ödədi. Bunun müxtəlif həll üsulları var. Misal üçün bunu A1, bunu A2, bunu A3 olaraq qeyd etsək, A2 bərabərdir. A1 üstəgəl A3 bölü 2 düsturu vasitəsilə hesablaya bilərik. Düsturda A'ların yerinə bu ədədləri yazıb, çarpan vurup hesablama aparıb tapa bilərik. Yenə deyirəm, sadə üsulu qiymət yazaraq tapmaqdır. Növbəti misalımız 67 nömrəli. İki kürədən birincinin həcmi ikincinin həcmindən 27 dəfə böyükdür. Birinci kürənin səthinin sahəsi ikinci kürənin səthinin sahəsi neçə dəfə böyükdür? Bu fırlanma cisimlərinə aiddir. 67 nömrəli misal. V1 bölünsün V2 bərabərdir 27. Yəni bu K kubudur. Biz buradan K'nı əldə edirik. 27 3'ün kubudur. K kubu bərabərdir 3'ün kubu. K bərabər olur 3'ə. K'nı 3 tapdıqdan sonra sahələr nisbəti S bölünsün S1. K kvadratına bərabərdir. Elə biz K'nı 3 tapmışıq. 3'ün kvadratda 9'a bərabərdir. Növbəti misalımız 68 nömrəli. X böyükdür mənfi 5,3'dən. Kiçikdir 6'dan. Bərabərsizlik ödəyən ən böyük və ən kiçik tam əllərin hansını tapın. Ən kiçik qiymət mənfi 5,3'dən böyük mənfi 5 var. Vurulsun. Ən böyük qiymət 6'dan kiçik 5 var. Mənfi 5 vur 5. Mənfi 25'e bərabər. 69 nömrəli misalımız 2 perpendikülər müstəvi verilibdir. Fəzada düz xəttlər müstəvilərə aiddir. Birindən 2 cm, digərindən 4 cm məsafədə. Bu nöqtədən hər iki müstəvinin kəsişmə xəttinə kimi məsafəni tapın deyir. 69 nömrəli misal. Belə bir perpendikülər müstəvi göstərə bilərik. Buradan 2 metr məsafədə, buradan da 4 metr məsafədədir. Bu nöqtədən kəsişən nöqtəyə kimi məsafəni soruşur. Yəni hipotenuz soruşur. Bura 4 ise burada 4, bura 2 ise burada 2'dir. Bunu unutmayın. Burada düz bucaklı 3 bucakta hipotenüs tapmak için Pythagor teoremi vasitəsilə 2'nin kvadratı topla 4'ün kvadratı, bunu da x ile işaretsek x'in kvadratına beraberdir. 2'nin kvadratı 4, 4'ün kvadratı 16 beraber x kvadratı, x de beraber olur.
4 topla 16 20'ye bərabərdir. X kvadrat bərabərdir 20. X də bərabər olur kök altda 20. 20'den de kök neçə çıxır? 4 olur 5. 4'ten 2 çıxır. 2 kök 5. Növbəti misalımız 70 nömrəli. X ştrik bərabərdir. X topla 4. Y ştrik bərabərdir. Y topla 1. Və A nöqtəsi verir. -3, 2. Deyir, bu düsturlara verilən paralel köçürmədə -3, 2 nöqtəsi hansı nöqtəyə çevrilir? Bu mövzu haqqında geniş bir videomuz var. Mütləq şəkildə onu daxil olub izlərsiniz. Çünki hər il imtahanlarda gündəm olan misaldır. Paralel köçürmə nisbətən rahatdır. Simmetrik köçürmə daha çətindir. Bizə hazır düstur vermədimi? Bu x-dir, bu da y-dir. Yerinə qoyuruq. -3 topla 4. 4'ten 3 çıxırıq 1. 2 topla 1 də 3'e bərabərdir. 1 və 3 nöqtəsinə keçir və salam düsturu verib yerinə qoyduq, hesabladıq. Növbəti misalımız 71 nömrəli misal. Diagonalların sayı 9. Qabarıq çokbucağın tərəflərin sayını tapın. 71 nömrəli misal. Diagonalların ümumi sayı düsturu. Bir təpədən çıxan n çıx 3. Ümumi sayı düsturu n vurulsa n çıx 3 böl 2 bərabərdir. Ümumi sayı 9'a bərabərdir. Burada çarpaz vursa n vurulsun n çıx 3 bərabərdir 9 vur 2 18. Burada həmişə elə ədəd verir ki, siz şifahi şəkildə tapa biləsiniz ki, neçə vuranda 18 edir. Heç vaxtı burada n-i n-ə vurub n kvadrat diskriminanta getməyin. Çalışın şifahi şəkildə həll edin. Neçə vur 18 edir. Misal üçün 2 vur 9, 3 vur 6. İndi biz burada n-i yerinə 6 yazsaq, 6 çıx 3, 3'e bərabər deyilmi? 6 vur 3 də 18 ödədir. Deməli n bərabərdir 6 imiş. Bizdən elə tərəflərin sayını soruşur 6'ya bərabərdir. Başqa suallar da verə bilərdi. Elə burada 6'ya bərabərdir. Növbəti misalımız 72 nömrəli loqaritmaya aiddir. Loqaritma 2 əsasdan 14'ün kvadratı çıxılsın. Onun kvadratı bölünsün 24. Hesablayın. Bu misalın həllini mən yenə deyirəm, ətraflı formada vermişəm. Burada sürətli şəkildə yazıram. 14'ün kvadratı 196. Onun kvadratı 100. 196'dan 100 çıxanda elədir 96. Qaldı loqaritma 2 əsasdan 96 bölünsün 24. Bu da bərabərdir. Loqaritma 2 əsasdan 96 24'e böləndə 4'e bərabərdir. Və bunun həlli də 2 üstü neçə 4'e bərabərdir? 2'nin kvadratı əlbəttə 4'e bərabərdir. Cavab 2 olur. Bunu siz 14 çıx 10, 14 topla 10 kimi yaza bilərsiniz. 14 topla 10 24, 24'dən 24 gedir. Qalır 14 çıx 10 elə 4. Yəni 14 çıx 10, 14 topla 10 böl 24. 24'dən elə bu 24 gelir. 14 çıx 10, 4 qalır. Davam edirik. Növbəti misalımız trigonometrik funksiyalara aiddir. Bu 73 nömrəli misaldır. Sinus x bərabərdir a çıx 1 böl 2. Biz bunun həllini trigonometrik funksiyalarda öyrənmişik. Deyirik ki, sinusun və kosinüsün aldığı qiymətlər -1, 1 aralığıdır və salam. Bundan başqa qiyməti ala bilməz. İndi burada a-nın yerinə neçə yazsaq -1 cavabını əldə edəcəyik. Məxrəcdə 2 var. -2'ni 2'ye böləndə axı -1 olur. Yuxarının -2 olması üçün a-nın yerinə biz -1 qiymətini yazsaq, -1 çıx -1 cavab olur. -2, -2'ni 2'ye böləndə -1 cavabını əldə edirik. A-nın yerinə -1 yazsaq ödəyir. Və 1 cavabını almaq üçün a-nın yerinə neçə yazsaq 1 cavabını alar. 2 çıx 1, 1 eləyir. 3 qiymətini yazsaq 3 çıx 1, 2, 2 bölü 2 də 1'ə bərabər. Və ikinci qiymətdə 3 qiymətini aldıq. Bu şəkildə biz sürətli formada həll edə bilərik. Və ya yazmalısınız a çıx 1 bölü 2 bərabərdir. -1 ilə 1. Və burada a çıx 1 bərabərdir. -2, a çıx 1 bərabərdir. 2 olaraq yazıb həll edə bilərsiniz. Belə şifahidə tapa bilərsiniz. Çox da çətinlik çəkməzsiniz deyə düşünürəm. Davam edirik. Növbəti misalımız həndəsə əsas anlayışlarına aiddir. Faizlə qarışıq bir misal verilibdir. Uyğun tərəflə paralel olan iki bucaqdan biri o birinin 80%'ni təşkil edir. Böyük bucağın dərəcə ölçüsünü tapın bir. Verin. Bu 74 nömrəli misaldır. Biri o birinin 80%'ni təşkil edir. Biri əgər x isə digəri x vurulsun 80% və bu da bərabərdir. %80x ixtisar eləsək onda 8 olaraq yaza bilərik. Bunların cəmi 180 dərəcə olmalıdır. Çünki qonşu bucaqlardır. Onda 8x üstəgəl x bərabərdir 180. Biz ona baxıb bunu onda 10 yaza bilərik. Onda 10 topla onda 8 elə onda 18 x bərabər olur 180'a. X də bərabər olur 180 vurulsun 10 böl 18. 18 ilə 180 gedir. 10 dəfə 10 vur. Onda 100'ə bərabərdir. X bucağını biz 100 dərəcə aldıq. Onda bu tərəfdə 80 dərəcəyə bərabər olacaq. Bunun həllini biz rahat formada belə deyə bilərik. Biri digərinin faizini soruşmur. Məsələn 70% soruşsaydı onda biz birinə 100, digərinə 70 yazasıydıq. 60% soruşsa birinə 100, digərinə 60 yazasıydıq. Misala görə dəyişə bilər. Ona görə də ən gözəli həll edib tapmaqdır. Daha sonra növbəti misalımız 75 nömrəli
kompleks ədədlərə aiddir. Qoşma kompleks ədədi soruşur burada da, amma çətin üsulla verilibdir. Z1 bərabərdir 9 çıx xi üstü 5 və Z2 bərabərdir y üstəgə 6i üstü 35. Deyir ki, bu bunun qoşmasıdır. Bəzi bu bunun qoşmasıdır. Onda biz rahatlıqla deyə bilərik ki, bu 9-sa burada 9'dur. Yəni y bərabər oldu 9'a. İndi bu hissədə xi üstü 5'dir. Biz 4'e bölürük i üstü 5'i. 4'e böləndə qalır 1 qalır. Yəni bu nəyə bərabər? 9 çıxılsın. X i üstü 1 qalır. I üstü 1 ilə i'yə bərabərdir və salam. I qalır. X i. I üstü 35. Biz indi 35'i 4'e bölürük. Alınır y üstəgəl 6i üstü 35'i 4'e böləndə 8 dəfə oldu. 32 qaldı 3. Aha, burada alındı bərabərdir. Y çıxılsın 6i. Deməli fikir verin, qoşması deyəndə bu 9 ise y ilə 9 elədir. Bu mənfi 6i idisə, deməli burada olan ədəd 6i olmalı. 6 müsbət 6 olmalıdır və qabağında mənfi var. Ona görə x'in yerinə biz mənfi 6 yazmalıyıq ki, mənfi 6'ya görə bu mənfi müsbətləşsin. Və burada soruşur x və y həqiqi ədədlərin cəmini tapın. Y biz əvvəlcədən 9 olaraq tapdıq. X də burada mənfi 6'dır. Burada müsbət 6 olmalı. Müsbət 6 olması üçün də x mənfi 6 qiymətini almalıdır. Yəni olmalı 9 çıxılsın mənfi 6i. O da bərabərdir 9 topla 6i. Karışıq oldu biraz belə yazdım. Yəni burada mənfi 6'dır. Burada müsbət 6 alması üçün x özü mənfi 6 qiymətini almalıdır. Yəni x'in yerinə mənfi 6 yazmalı. 9 topla mənfi 6. 9 çıx 6. Bu da bərabərdir 3 qiymətini əldə edirik. Davam edirik. Növbəti misalımız 76 nömrəli misal. Trigonometrik enliklərə aiddir. Bu verilən testi həll etmək üçün üsulları yaxşı bilmək lazımdır. Yani burada tangens kvadratı alfa topla 1'in neye beraber olduğunu bildikten sonra, yani 1 bölünsün kosinüs kvadratı alfaya beraber olduğunu bildikten sonra rahatlıkla biz ayarlayabiliriz. Geriye kalır 4 sinüs kvadratı alfa çıxılsın 1 bölü kosinüs kvadratı alfa, kosinüs kvadratı alfa gelir 1 kalır. Üstəgə 4 kosinüs kvadratı alfa. Biz bunlar bir yere yığacam göstersek 4 açma ötərsə sinüs kvadratı alfa üstəgə kosinüs kvadratı alfa mənfi 1 də çıx 1 olaraq gedirəm. Elə bu hissədə sinüs kvadratı alfa topla kosinüs kvadratı alfa 1'e bərabərdir. Bu da bərabər 4 olsun 1 çıxılsın 1 4 vur 1 4 4 çıx 1 də 3'e bərabərdir. Bu şəkildə həll edə bilərik. Bunu hardan aldıq deyə soruşsanız belə yaza bilərəm. Sinüs kvadratı alfa üstəgə kosinüs kvadratı alfa bərabər 1. Hər tərəf biz kosinüs kvadratı alfaya bölsək cos kvadratı alfa, kosinüs kvadratı alfa. Bu dersler hakkında o kadar güzel videolarımız var. Onların her birinin linklerini aşağıda yerleştireceğim. Lütfen şekilde izleyin. Bunlar gelir 1 kalır. Sinüs ve kosinüs tangensi kvadrat olduğuna göre tangens kvadratı alfa. Üstəgə 1 beraber 1 bölünsün kosinüs kvadratı alfaya. Bakın bunu eğer bildinsə tez yerinde yazırsan, həll edirsən və salam bundan bitir misal. Eğer bilmirsən sen gelip burada 1'in yerine yazmalısan sinüs kvadrat topla kosinüs kvadrat bunları vurmalısan. Açma tangens sinüs bölü kosinüs kimi yazmalısan. Yani uzun uzadı işler yaparmalısan ki bunu rahatlıkla həll edə biləsən. Misalları tez bir zamanda həll etmək üçün həmin misalların qaydalarını necə alınır deyə bilmək lazımdır. Necə ki burada ətraflı şəkildə izahlar vermişəm. O videonu izləsəz görərsiniz. Alınma formalarını hər şeyi göstərmişəm. Eyni zamanda burada da müxtəsər model üsullarında da. Onların her birinin linklerini aşağıda qeyd edeceğim. Mütləq şəkildə bakarsınız. Burada alınır 3 vurulsun 5 üstü x üstəgəl. 5 üstü x vurulsun 5 üstü 1. Beraber 200. Burada 5 üstü x'e ortak grup çıxır. Vurulsun. Açma ötərizə 3 topla 5 beraber 200. Ve alındı 5 üstü x vurulsun 8 beraber 200. Biz her tarafı 8'e bölsək 5 üstü x beraber olur 25'e. Deməli 5 üstü x eğer 25 ise 25'te 5'in kvadratını yazabilmərək mi? 5'ler gitti x beraber 2 kaldı. Bu da üstü tənliklere ait olan misal növüdür. Burada ümumilikdə yuxarıdakinin açılışı nədir? X çıx 1'in kubu. Məxrəcdə biz 2'ni çıxarsaq x kvadrat çıxılsın. 2'dən 1 çıxır 1. Bölünsün. Bunun açılışı nədir? X çıx 1'in kvadratı. A çıx b'nin kvadratı. Məxrəcdə x topla 1 olduğu kimi qalır. Bu da bərabərdir. Birinci kəsir olduğu kimi qalır. X çıx 1'in kubu. Məxrəcə 2 vurulsun. X kvadrat çıx 1'in kvadratı kimi yazsaq. X çıx 1, x topla 1 kimi göstərə bilmərək mi? Vurulsun. İkinci tərsinə çevrilir. X üstəgəl 1. Məxrəcdə də x çıx 1'in kvadratı. Bunu ümid edirəm başa düşdünüz. X kvadrat çıx 1 var idi burada. 1'i istədiyimiz kimi kub və kvadrat kimi də göstərə bilərik. İndi burada x çıx 1'in kubu ilə x çıx 1 ixtisar getsə,
Qalır x çıx 1'in kvadratı. X çıx 1'in kvadratı ilə x çıx 1'in kvadratı gedir. Burada qalır x topla 1 ilə x topla 1 də gedir. Yuxarıda qaldı sürətdə 1. Burada da 1. Məxrəcdə isə 2. Bunun cavabında 1 yazanlar var. Bu 2'ye göre səhv ediblər. Məxrəcdə 2 olduğuna göre 2 də 1 olur. Bu da 0,5'e bərabərdir. Bu hissədə mən videonu ilklaşdırmalı oluram. 9 Mart tarixində keçirilən imtahan testlərinin sürətli izahlarını verdim. Sadəcə orada 79-85 sayıdan testimiz qaldı. Onlarda növbəti videolarda mən göstərəcəm izahlarını. Beləliklə bu videonun da sonuna gəldik. Növbəti videolarda görüşmək diləyilə. Sağ olun, salamat qalın.